PUBG oynayarkən telefonunuz qızıb oyundan atırsa, telefonunuzda idarə etmə panelinə aşağı çəkirsiniz və burada istifadə etmədiyiniz hansı ayarlar varsa onları bağlayırsınız. Misal üçün baxın, burada Bluetooth var, onun kimi konum var və yaxud da digər hər cürə ayarlar var. Bunlardan hansını istifadə etmirsinizsə, bunları bağlayın. Bunlar istifadə olunmadığında, amma açıq qaldığında PUBG Mobile-də isinmə, donma, oyundan atma kimi, hətta belə bateriyanın tez bitməsi kimi problemlər yarada bilir. Bunlardan əlavə telefonunuzda sadə və sürətli edə biləcəyimiz ayarlar var. Bunları göstərəcəm. Daha sonra ən çətin ayarlara keçəcəyik. Gəlin elə sürətli şəkildə digərlərini də göstərim. Baxın, görürsüz ki, ekrana mən qara rəngdə bir tema qoymuşam. Yəni Texnoklub yazısı falan qoymuşam. Sizə də tövsiyəm odur ki, temalar proqramından daxil olub rəngli və yaxud da animasiyalı videolar falan yükləyib ekrana qoymayın. Bu formada şeyləri ekrana siz qoyduğunuzda PUBG Mobile oynadığınızda avtomatik olaraq arxa planda həmin təsvirlər işləməyə başlayır və o da telefonunuzun qızmasına, oyundan atmasına səbəb olur. Ona görə də mənim kimi sadə və qara rəngli şəkillər qoymağa üstünlük verin. Qara formalı şəkillər istəyirsinizsə, daxil olun Google Chrome-dan qara sadə ekran şəkilləri və yaxud da qara sadə wallpaper yazın, çıxacaq. Baxın, gördüyünüz kimi siyah wallpaper yazdım və burada qara rəngli ekran şəkilləri çıxdı. Buradan baxın, ən yaxşısı hansı xoşunuza gəlirsə qoyun. Baxın, özünüz gördüyünüz kimi mən özüm bunu hazırlamışam. Texnoklub yazısı var. Yəni bu formada şeylərdən istifadə edə bilərsiniz. Bundan əlavə olaraq bu göstərəcəyim ayarlar bütün telefonlar üçün keçərlidir. Nəzərinizdə saxlayın. Bütün telefonlarda edə bilərsiniz. Telefonda ayarlara daxil olun və biraz aşağı tərəflərə sürüşdürün və buradan pil bölümünə daxil olun. Burada sizdə böyük ehtimal performans modu və yaxud da güc modu kimi bir şey olacaq. Pil təsərrüfü, enerjiyə qənaət falan yox. Güc modu, enerji modu və yaxud da performans modu belə bir şey olacaq. İndi məndə yoxdur deyə göstərə bilmirəm. Həmçinin Samsung telefonlarda da bu funksiya olur. Həmin o funksiyanı oyuna girməzdən əvvəl aktiv edin. Özünüz də görəcəksiniz ki, oyun həm yağ kimi axacaq, həmçində donmalar, oyun oynayarkən telefonun isinməsi kimi problemlər aradan qalxacaq. Mütləq həmin mod telefonunuzda varsa aktiv edin. Məndə yoxdur. Əgər olsaydı aktiv edib o formada PUBG oynayardım. Və yenə bundan əlavə olaraq həmin göstərəcəyim bu ayar da bütün telefonlar üçün keçərlidir. Telefonda yenə ayarlara daxil olun. Biraz aşağılara sürüşdürün. Gördüyünüz kimi burada Xiaomi hesabı var. Bu bölümə keçid edin və əgər telefonunuza Xiaomi hesabı adlı bir hesab açıqdırsa, bunu mütləq bağlayın. Deyəcəksiniz ki, niyə bağlayaq biz bunu? Bu açıq olduğunda telefonunuz hər dəqiqə yedəkləmələr falan edir. Bu yedəkləmələr etdiyində də telefonunuz PUBG oynadığınız zaman da həmin yedəkləmələri edə bilər və bu da telefonun isinməsinə, enerjisinin tez bitməsinə və oyundan atması kimi problemlərin yaranmasına səbəb ola bilər. Samsung telefonlarda da həmin hesab var. Samsung account və ya Samsung hesabı olaraq keçir. Ayarlarda ən üstdə görəcəksiniz. Onu da deaktiv edin, oturumu kapatın, çıxsın, getsin. O sizə lazım deyil. Əgər lazım olarsa gələcəkdə açıb istifadə edə bilərsiniz. Və bunun kimi bir vacib ayar da var. Gəlin bunu da göstərim. Telefonunuzda aktiv olan bütün yedəkləmələri bağlayın. Yedəkləmələr odur ki, siz misal üçün gələcəkdə telefonunuzu format edəcəksinizsə, telefonunuz bütün telefonda nə məlumatlar olursa, hamısını yedəkləyir, yəni ehtiyat nüsxədə saxlayır və gələcəkdə formatdan sonra siz onları geri qaytara bilərsiniz. Əgər lazım olmursa, istifadə etmirsinizsə, onu da bağlaya bilərsiniz. Yəni bağlayın, formatdan sonra açarsınız. Gəlin bunu da göstərim. Elə ayarlara daxil olun və axtarışa yedəkləmələr və yaxud da yedəkləmələr, yəni telefon dilinə görə dəyişir. Bu formada axtarın. Gördüyünüz kimi məndə hər cürə burada funksiyalar çıxdı. Yedəklə və geri yüklə deyil. Buna tıklayın və biraz aşağı çəkin. Veriləri yedəklə deyir. Bu bölümə keçid etdiyinizdə açıqdırsa bunu mütləq bağlayın. Format edəcəksinizsə yenidən açıb daha sonra format edə bilərsiniz. Bu özü ehtiyat nüsxəyə hər şeyi yükləyəcəkdir. Əlavə olaraq telefonun başqa funksiyalarında da yedəkləmələr olur. Misal üçün Google Drive-a daxil olacaqsınız və bu açıldığında baxın sol üst tərəfdə bir dənə cizgi işarəsi var. Buna klik edəcəksiniz və burada baxın yedəkləmələr yazılıb. Bu bölümə klik etdikdən sonra sizə deyəcək ki, başqa hesabınız yedəkləmə edir. Yəni məndəki kimi gəlsə, bilin ki, sizdə başqa hesabda yedəkləmə olur. Hesabı dəyişdir düyməsinə klik etdikdən sonra belə bir ekran gəlsə, bilin ki, Google-da da yedəkləmələr bağlıdır. Baxın, cihazınız yedəklənmir deyir. Çünki bizim yedəkləmələrimiz ümumiyyətlə bağlıdır. Burada açıqdırsa, bunu da mütləq bağlamağınızı tövsiyə edirəm. Və səbəbi də odur ki, bunu bağlamaqda da məqsədimiz odur ki, siz PUBG oynadığınız zaman o arxa planda yedəkləmə edəcək və bu da PUBG-nin donmasına, telefonun isinməsinə səbəb olacaqdır. Və sizə göstərəcəyim sadə və sürətli ayarlarımız bunlar idi. Bundan sonra mən sizə vacib və ən çətin ayarları göstərəcəm. Videomuzun bundan qalanını mütləq diqqətlə izləyin. Ayarlarımıza keçməzdən əvvəl qısa bir açıqlama verim ki, YouTube kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Keçid edib baxa bilərsiniz. PUBG üçün də hər cürə videolar atıram. Baxın, hal-hazırda sağ üstdə PUBG-də FPS-i tam artırmaq videosu atmışam. Yəni 30 FPS telefonlar 60 olur, 60 FPS telefonlar 90 olur. 90 FPS telefonlar isə 120 FPS olur. Yəni həmin videomuzda ətraflı göstərmişəm. Daxil olub baxa bilərsiniz və
və bunun kimi faydalı videolarımızın davamının gəlməsini istəyirsinizsə, aşağıdan kanalımıza abunə olub videomuza like atın, bir də bildiriş zəngini aktiv edin ki, belə faydalı videolar atdığımızda öncədən xəbər tutasınız. Gəlin, keçək vacib ayarlarımıza. Bəli, sürətli şəkildə vacib ayarlarımızda mən sizə göstərim. Gördüyünüz kimi burada proqramlar bölümünü aktiv etmişəm. Buranı aktiv etməkdə məqsədimiz odur ki, telefonda əgər PUBG oynayırsınızsa, siz telefonunuza vaxt da ayırmalısınız. Yəni mütəmadi olaraq qulluq da etməlisiniz. Yəni burada mən nəyi nəzərdə tuturam? Telefonda istifadə etmədiyiniz nə zirzibil varsa, yəni yalnız proqramlardan getmir. Şəkillər, videolar, daha sonra digər fayllar falan nə varsa, hamısını mütəmadi olaraq silin getsin. Misal üçün bir proqram yükləmisiniz. Burada Sima proqramını misal çəkə bilərəm. Bir dəfə istifadə edəcəksiniz və 6-7 ay bundan sonra lazım olmayacaq sizə. O proqramı silin getsin. Gələcəkdə lazım olarsa yenidən yükləyərsiniz. Misal üçün mənim özümün də telefonumda burada çox proqram var. İndi mən videodan sonra bunları tapıb bir-bir siləcəm. Misal üçün nümunə olaraq biri Smart Customs proqramıdır. Onlayn sifariş etməyəcəm. Hələ ki bu mənə lazım deyil. Ona görə də bunu silirəm, çıxır gedir. Yəni bu formada lazım olmayan proqramları, şəkilləri, videoları, faylları silsəz, telefonunuz yüngülləşəcək və daha keyfiyyətli işləyəcək. Əlavə olaraq da Xiaomi telefonlarda təhlükəsizlik proqramı var. Yəni Samsunglarda da var onsuz, hamısı eyni şeydir. Nəzərinizdə saxlayın bunu. Buradan optimallaşdır var, sürəti artır var, təmizləyici var, proqram məlumatlarını yeniləyici falan var. Bunlardan istifadə edə bilərsiniz. Ən yaxşısı da bu sürəti artır bölümüdür. Oyuna girməzdən əvvəl bundan istifadə etsəz, baxın arxa planda görün nə qədər proqram bağlayır. Bu proqramlarda hamısı RAM-da aktivdir. RAM-ın dolmasına səbəb olur. Yəni bunları mütəmadi olaraq təmizləsəz sizin işinizə yarayacaqdır. Və qısa bir açıqlama da verim ki, telefonunuzun sürətli işləməsini istəyirsinizsə, həftədə bir dəfə və ya həftədə 2 dəfə və ya ayda bir dəfə, 2 dəfə telefonunuza qulluq edin. Yəni elə bir rejim qurun ki, həmin gün ərzində siz telefonunuzda lazımsız şəkilləri, videoları, faylları, proqramları silin. Yəni ay içində bir gün təyin etsəz, bu telefonunuzun yüngülləşməsinə səbəb olacaqdır. Mən özüm həftədə bir dəfə vaxt tapıramsa, vaxt tapmıramsa ayda bir dəfə telefonumda təmizlik edirəm. Bu da telefonumun yüngül və sürətli işləməsinə səbəb olur. Və bunlardan əlavə olaraq PUBG oynayanların çoxsunda diqqət eləmişəm. PUBG falan oynadığında telefonun arxasına bu formada qalın kablolar taxır, yəni telefon qabları taxır. Bu formada kablolar telefonumuzun isinməsinə səbəb olur və isinib daha sonra istiliyin içəridə qalmasına səbəb olur. Misal üçün biz qışda isinmək üçün kurtkalar falan geyinmirik. Eynən onun kimi bədənimiz özü istilik yayır və həmin kurtka dediyimiz paltarlar isə istinin bayıra çıxmasının qarşısını alır və bədənimiz isti qalır. Eynən telefonda onun kimidir. Prosesor isinir və bu kablo istiliyin bayıra çıxmasına icazə vermir. Bu zamanda telefon daha da isinir və PUBG kimi oyunlarda oyundan atmasına, isinməsinə, donmasına səbəb olur. Ona görə də belə kabloları PUBG oynayarkən çıxardın və atın bu formada arxanıza. Yəni lazım deyil, ehtiyac yoxdur. Və əlavə olaraq da bəzi istifadəçilərdə görmüşəm, əsasən də qadınlarda görmüşəm. Telefonun arxasına stikerlər falan yapışdırır. Yəni düşük şəkillər və yaxud da smayliklər falan olur. Bu da telefonun isinməsinə, donmasına, hətta belə bəzən telefonun arxasının yanacaq səviyyədə isinməsinə səbəb olur. Elə şeylərdə telefonunuzdan uzaq tutun. Əgər elə şeylər yapışıqdırsa bura və ya burasından orasına bəzi şeylər sallanırsa, elə şeylərdən uzaq durun və telefonunuzu ən qısa zamanda zirzibillərdən təmizləyin. Yəni bu da çox işə yarayacaqdır. Əgər PUBG oynayırsınızsa, telefonunuz isinirsə, bu dediklərimə mütləq diqqət edin. Və son olaraq əsas məsələ olaraq da onu deyim ki, indi də özünüz bildiyiniz kimi yay vaxtlarıdır. Yəni yazın sonlarına doğru gedirik. Yay yaxınlaşır. Yəni havalar dəhşət dərəcədə isinir. Bu zamanda biz oyun falan oynadığımızda telefonlarımız dəhşət dərəcədə isinəcəkdir və isinməyə doğru da gedəcəkdir. Çünki havalarımız da istiləşməyə doğru gedir. Bu zaman əgər PUBG oynadığınız zaman telefonunuz hələ də isinə gedirsə, telefonun bu hissəsinə, telefonun ölçüsünə uyğun fanlar, yəni soyuducular satılır. Telefonun burasına alıb taxırsınız. O da özü orada fırlanaraq telefonunuzu soyudur. Bu adi telefon adapterlərinə qoşulur və yaxud da telefonun burasına enerjiyə taxdığınız Type-C portuna falan taxılır. Yəni Temudan, Trendyoldan bunu ucuz qiymətə ala bilərsiniz. İstəsəz bunun birini alıb mən sizlər üçün video çəkə bilərəm. Necə soyudur, nə cür performans göstərir və yaxud da PUBG-də isinmədə fərq edir yoxsa yox. Ya bunun kimi bir video hazırlaya bilərəm. İstəsəz əgər aşağıda kommentlər bölümündə qeyd edərsiniz. Mən bu barədə sizin üçün ətraflı, geniş bir fan icmalı çəkərəm. Bəli, sizə göstərəcəyim telefon soyutma ayarları bunlar idi. İnşallah bu ayarlar sizin işinizə yaramışdır və PUBG oynayarkən telefonunuz artıq isinməmişdir. Düzdür, burada sürətli şəkildə hamının başa düşəcəyi şəkildə başa saldım. Bunlardan əlavə hər cürə ayarlar var. Əgər istəsəz bu tərzdə videoların davamını gətirə bilərəm. Yəni az öncə də qeyd etdiyim kimi PUBG-də FPS-ə aid böyük bir video çəkdim. O hamının xoşuna gəldi və hər kəs istəyir ki, bu tərzdə videolar çəkin. Mənim fikrimcə bu tərzdə videolarımızın kanalımıza çox xeyir olacaq. Yəni inşallah bu tərzdə çox
video gələcək. Əgər bunun kimi videoların davamının gəlməsini istəyirsə, aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəngini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tutasınız. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.